verilişdə deyib ki, güya orada mənim adımı çəkmir, amma o mənim başıma gəlib də, mənim gözümü bağlayıb da deyib. Bir xanım sənətçi var, dostumuzdur. Gözünü bağladılar, qoluna da Manaf Ağayev girdi bir verilişdə. Güya buna deyir Qalinvagen gəlib. Axı biz onun açıqlamasını verdik ki, o Qalik mənim elə bəxtim yoxdur, mənə maşın hədiyyə olunsun, onu özüm almışam. Onun açıqlaması da verildi zamanında. İndi şou verilişdir də. Şou verilişdə Mübariz özü də sazı göyə tullayır, yerə şey eləyir, yəni iki kuruq belə fırladır, şou göstərir də. Yəni biz bu sənətdə isə şoudur, onu da mən eləməmişəm, zamanında danışmışam onun hamısını. Bu canlılaşmaqda məqsədim oldu ki, orada elə böyük bir məsələ yoxdur. Sadəcə olaraq indi Mübarizlə danışdım ki, bilirsiniz nəyə bənzəyir bu? Bu deyir ad çəkməmişəm, amma hamı da ora afət yazır, jurnalistlər də məni yığır. Ona görə mən elə Mübarizin öz dilindən orada necə göpladığını sizin nəzərinizə çatdırmaq istəyirəm. Necə göp danışır, sizi alladır. Qulaq asın. Mübariz. Heç mənim Afətdir. Necə şəxsim öndən... Sağ ol, çox sağ ol. Allah. Yaxşı günün olsun. Mübişində mənə bir video göndəriblər TikTok'dan. Çəmirsən, deyirsən ki, bir xanım müğənni dostumuz salamlayır. Gedib maşın salonuna mənlə getdi. Sonra görürəm efirdə qoluna Manaf girib, gözünü bağlayıblar, Qalinvagen gətiriblər. 50.000 dollar da ora borcu qalıb mənim dostlarımın. Axı, gözümü mənim bağlayıblar, qoluma da Manaf girib də söhbətə uyğun mən gəlirəm. Hamı da yazıb afət. Mən də indi canlıdayam ha, cəmaat eşitsin hə. Ki yəni sən orada... Dilan afətin adını çəkiblər o. Yox, bilirəm, yəni mən deyiləm də, dediyim mən deyiləm. Amma məndən də başqa nəzərdən çatdırım ki, heç kimin qoluna Manaf girməyib, nə də göz bağlanılmayıb. Mən maşını almışam, Şəfidən almışam, səndən getməmişəm, gənclikdə Şəfi var. Kürdistan'da da səhv eləmirəmsə, mən Qalinvageni ondan almışam. Yox, mən sənin adını sevməm. Mən səndən ümumiyyətlə mən maşın almağa getməmişəm, nə də borcum qalıb. Bilirəm. Onu yəqin indi aşıqsan da, özün üçün göp başlıq danışırsan da. Göp basır da. Göp elədiyini özü də boynuna aldı. Yəni bu da bunun burası. Dediyim odur ki, bunu mən bir hamıya cavab verə bilmirəm. Bu videonun əslində mənə zəng eləyən dəyərli səhifə adminləri, jurnalist dostlar, onlar üçün çəkirəm ki, indi bu da efirə çıxıb nəsə danışmalıdır da, indi bu da bizdə uşaq vaxt kənddə deyirdik ki, optusa maraqlıdır. Amma ümumiyyətlə, ola da bilərdi ki, lap bununla gedərdim, ola bilərdi, həyatdır da. Kişinin yanında o deyirləri el misaldır, nə bilim nə ilə. Yəni, kişi çıxıb, əgər o olubsa da sən onu çıxıb efirdə danışmağın, o yaraşmaz Azərbaycan kişisinə. Amma hələ olmadığı halda, gördünüz, özü də deyir ki, hə, mən dedim, göp basırsan da, efirdən sizə göp basır. Olsun, reyting toplasın canım mənim, amma ən azından məni xəbərdar eləsin, mən də yalanını çıxartmayayım. Desin ki, belə bir reklama ehtiyacım var, deyəcəm. Orada əvvəla indi söyüş yox, təhqiri yox, bir şey yox. Düzdür, böhtan var, yalan danışma. Məsələn, amma ki, heç olmasa məni xəbərdar eləyərdin. İndi bu nəyə bənzəyir? Mən də çıxım deyim ki, bir aşıq var. Sazı göyə atıb tutduğu üstə aşığın sazını alıb başına çırpdılar. Ad da çəkmirəm. Bunu, yəni mən də indi çıxım belə mi danışım? Olmaz axı, yəni mən belə ucuz səviyyəsiz söhbətlərdə nə isə onu görmək istəmirəm, nə özümü görmək istəmirəm. Ola bilər, yenə deyirəm, insanlıq halıdır, borcum da qala bilər. Bəli, o maşını bir şey yaxşı eləyib ki, bilməyənlər də bildilər ki, o vaxtda da açdım, dedim ki, mənə maşın hədiyyə verilməyib. Mən öz zəhmətimlə almışam. Amma o baxımdan yaxşı oldu, ona görə mübarizə aqressiyam yoxdur. Sadəcə olaraq indi ad çəkmirsən deyə, İkinci də elə bir şey yoxdur. Məsələn, mənim də ad çəkməyib danışdığım var. Kimsə öz üzərinə alarsa, mənim başqa bir insan haqqında danışmağım barədə sübutlarım var. Mən nə danışıramsa, sübutlarım var ki, filan deyil, filan kəsdir. Ad çəkmirsənsə, sənin argumentin olmalıdır ki, o deyil, budur da. Yəni. İndi ikinci elə bir insan da, müğənni də yoxdur ki, o Qalinvagen alsın. Qoluna da Manaf Ağayev girsin. Verilişdə də maşın gəlsin. İndi güya bu... Nəsə söz deyib də.